İnternetdə insanlar arasında əlaqə yaratmaq, hər hansı bir faylı və yaxud sənədi göndərmək və yaxud da ki, müəyyən danışıqlıqlar aparmaq üçün e-mail açmaq, e-maildən istifadə etmək ən unikal vasitədir. Bu dərsimizdə sizə e-mail açmaq üsullarını öyrədəcəm. İlk öncə Microsoft hesabı necə açılır, yəni e-mail Microsoftda necə açılır onu göstərim. Bunun üçün outlook.com saytına daxil olduqdan sonra belə bir mənzərə ilə qarşılaşırıq ki, əgər sizin bir Microsoft hesabınız varsa, sadəcə olaraq e-mailin və passwordu daxil etdikdən sonra sign in düyməsinə basaraq siz e-mailinizə giriş edə bilərsiniz. Əgər sizin Microsoft hesabınız yoxdursa, onda qeydiyyata keç düyməsini basdıqdan sonra yeni bir Microsoft hesabı, yeni bir e-mail yarada bilərsiniz. Gördüyünüz kimi bu cür mənzərə ilə qarşılaşırıq ki, burada da lazım olan informasiyaları daxil etdikdən sonra artıq hesab yarada bilərik. Və ad soyadı əvvəlcə daxil edək. Və passwordu daxil edəndə gördüyünüz kimi qeydiyyat aşağıda bir qeyd çıxır ki, password minimum 8 simvoldan ibarət olmalıdır və böyük hərf və kiçik hərf yazılımı nəzərə alınır. Və hər hansı bir passwordu yerləşdirdikdən sonra passwordu yenidən daxil edirik. Və bundan sonra siz yaşadığınız ölkənin adını bura qeyd edirsiniz. Azərbaycanı bura daxil etdikdən sonra doğum tarixinizi qeyd edirik. Cinsiyyəti seçdikdən sonra biz artıq aşağıdakı seçimlərdən birini yaza bilərik. Burada gördüyünüz kimi iki seçim var ki, biri telefon nömrəsidir, biri isə e-mail adresi, başqa e-mail adresinin daxil olunmasıdır. Biz bu iki seçimdən birini burada qeyddən də gördüyünüz kimi mütləq doldurmalıyıq. Biz hər hansı bir e-mail ünvanını yazmağı tərcih edirəm və ona görə də e-mail ünvanını yazıram. Və bundan sonra burada gördüyümüz simvolları daxil etdikdən sonra artıq Create Account-a klik edə bilərik. Gördüyünüz kimi deyir, simvollar uyğun gəlmədiyinə görə bizə yeni bir simvol seçimi verdi ki, biz bu simvolu doldurduqdan sonra Create Account-a klik edirik. Və budur, artıq gördüyünüz kimi bizim yeni e-mail adresimiz yaradılmış oldu. Bundan sonra biz burada gördüyünüz kimi ilk öncə bizə bir bildiriş pəncərəsi çıxır ki, burada da əsas informasiyalar qeyd olunur. Və biz Continue to Inbox-a qeyd etməklə, klik etməklə artıq bizə gələn e-maillərin siyahısına baxa bilərik. Bizə gələn e-maillərin siyahısı, əsas e-maillər inbox siyahısında görünür ki, gördüyünüz kimi bir e-mailimiz var ki, bunun üzərinə klik etməklə biz həmin e-maili oxuya bilərik. Bundan başqa digər seçimlər də vardır ki, hansı ki arxiv faylları, junk və qaralamalara düşən fayllar, eyni zamanda göndərilən e-maillər seçimləri burada gördüyünüz bu papkalarda yerləşir.
Siz Microsoft hesabında yaratdığınız e-maildən Microsoft hesabı tələb olunan yerlərdə istifadə edə bilərsiniz. Bunlara nümunə olaraq Windows 8 əməliyyat sisteminin aktivləşdirilməsində və yaxud da ki OneDrive-ın aktivləşdirilməsini nümunə göstərmək olar. Bundan başqa ən çox istifadə olunan e-mail növlərindən birincisi də Gmail-dir ki, hansı ki Google hesabında yaratdığınız e-mail ünvanıdır. İndi isə sizə Gmail-in necə yaradıldığını göstərəcəm. Gmail, yəni Google hesabında yaradılan e-mail ünvanları demək olar ki, dünyanın bir çox yerlərində, bir çox saytlarında istifadə olunur. Yeni Gmail hesabı yaratmaq üçün gmail.com saytına daxil olduqdan sonra burada görürsünüz ki, bu cür bir pəncərə açılır. Və budur. Əgər sizin hər hansı bir Gmail hesabınız varsa, sadəcə olaraq e-mailinizi və passwordunuzu daxil etdikdən sonra sign in basaraq həmin Gmail hesabına daxil ola bilərsiniz. Və yaxud da ki, yeni bir istifadəçisinizsə və Gmail hesabınız yoxdursa, create an account-a klik etdikdən sonra yeni bir hesab yaratmaq mümkündür. Və bura lazımlı informasiyaları doldurduqdan sonra biz hesabımızı yarada bilərik. Biz username seçdikdə gördüyünüz kimi altında qırmızı bir xəbərdarlıq bildirildi ki, artıq bu cür user adı mövcuddur və bizdən user adını dəyişdirmək tələb olunur. Və adı dəyişdikdən sonra yenidən xəbərdarlıq çıxır ki, bu cür user adı var və başqa bir ad seçimi sınayaq. Və passwordumuza qayıda bilərik. Və parolu yazdıqda gördüyünüz kimi yanında bu cür bir işarə çıxır ki, hansı ki bu da parolun bizə nə dərəcədə güclü olduğunu bildirir ki, siz çalışın ki, daha çox simvoldan istifadə edəsiniz parolunuzda. Həmçinin parolda hərflər və rəqəmlər və böyük və kiçik hərflər olsun ki, passwordun güclülük dərəcəsi daha yuxarı olsun. Və parolu yenidən yazıb təsdiqləyəndən sonra biz artıq parol yazmaq prosesini başa çatdırmış oluruq. Və bundan sonra doğum tarixinizi qeyd edirik. Və cinsiyyəti seçdikdən sonra bu iki seçimdən mobil nömrə və yaxud da ki, e-mail adresindən birini yaza bilərik. Və bu şəkildə gördüyünüz informasiyanı bura daxil edirik. Və location avtomatik olaraq Google bizə gətirir ki, Azərbaycandır. Və istifadəçi qaydaları ilə razılıq seçimini işarələyəndən sonra növbəti mərhələyə keç düyməsini basa bilərik. Və budur, artıq bizim e-mail hesabımız yaradılmış oldu ki, burada da e-mail hesabına bir profil şəkli yükləmək göstərilir ki, əgər profil şəkli yükləmək istəmirsinizsə, sadəcə olaraq Next step-ə klik edə bilərsiniz. Və budur, artıq bizim yeni e-mail adresimiz aktiv hala gəldi. Və Continue to Gmail seçimini basdıqdan sonra biz hesabımızı tam olaraq görə bilərik.
Və Gmail proqramı bizə sadəcə olaraq ilkin anlayışlarla bağlı bir pəncərə çıxardır ki, X düyməsini basaraq bu mərhələni keçirik. Və bundan sonra gördüyünüz kimi bizə inboxa gələn mesajların siyahısı ilk olaraq görünür ki, bu da Gmail komandası tərəfindən göndərilən 3 maildir ki, hansı ki, hal-hazırda inbox bölməsində görürük. E-mail açıb oxumaq üçün sadəcə olaraq həmin mailin üzərinə klik edib, orada daxil olan informasiyaları görmək mümkündür. Və əvvələ qayıtmaq üçün bu düyməni basmaqla biz əvvələ qayıdırıq. Gördüyünüz kimi oxunulmuş e-maillərin üzərində yazılar daha açıq rənglə görünür və oxunmamış e-maillər isə qalın qara rənglə işarələnir. Bundan başqa, indi isə sizə Gmaildə e-mail göndərmək üçün hansı funksiyalardan istifadə olunur onu göstərim. Bunun üçün Compose işarəsinə basdıqdan sonra e-mail ünvanını və mövzunu daxil etdikdən sonra artıq müəyyən informasiyaları və yaxud mətni və ya hər hansı bir şəkli, faylı, videonu siz e-maillə daxil edərək rahatlıqla müəyyən bir istifadəçiyə göndərə bilərsiniz. Məsələn, bura müəyyən bir e-mail ünvanı yazırıq. Və mövzunu seçdikdən sonra artıq müəyyən bir informasiyanı daxil edirik. Və bundan sonra biz send düyməsinə basmaqla artıq maili daxil etdiyimiz ünvana göndərə bilərik. Gördüyünüz kimi bu cür bir xəbərdarlıq çıxır ki, bizim mesajımız göndərildi. Göndərilən mesajı görmək üçün sadəcə olaraq həmin view mesaja klik etdikdən sonra göndərilən e-mailin necə olduğunu, necə göründüyünü biz rahatlıqla görə bilərik. Bundan başqa, hər hansı bir e-mailin silinməsi üçün həmin e-mail açılı vəziyyətdə olandan sonra delete düyməsini basaraq biz e-maili rahatlıqla silə bilərik. Inbox bölümündən başqa Gmaildə bir çox seçimlər də vardır ki, hansı ki bizə chatların siyahısını, bütün maillərin siyahısını və yaxud silinmiş maillərin siyahısını, vacib maillərin siyahısını göstərir və biz istədiyimiz bir maili bu siyahılardan birində göstərə bilərik. Bundan başqa refresh eləmək üçün, yəni yeniləmək üçün bu düymədən istifadə olunur ki, hansı ki sizə gələn maillərin yeni siyahısını göstərmək üçün lazımdır. Bundan başqa siz Gmail hesabınızı əgər açmısınızsa, hesabınızdan çıxmaq üçün sadəcə olaraq şəklin üzərinə gələrək Sign Out-a klik edə bilərsiniz. Və yaxud da profili görmək üçün View profilə klik etdikdən sonra siz öz profilinizdə görə bilərsiniz ki, bu da plus.google.com saytı vasitəsilə reallaşdırılır. Biz yenidən Gmail-ə qaydaq və budur. Artıq bizim chat siyahımızda da siz gördüyünüz kimi öz adınızı görürsünüz. Və burada gördüyünüz Apps bölməsinə klik etməklə biz bu seçimlərdən hər hansı birinə asanlıqla daxil ola bilərik. Yəni bir Gmail hesabı ilə həm Translate-də rahatlıqla daxil olub öz istifadəçi adımızla istifadə edə bilərik. Google Play-dən, Drive-dan və digər appların hər birindən rahatlıqla istifadə etmək mümkündür. Bu dərsimizdə sizə Microsoft hesabı və e-mailin açılması üsullarını göstərdim.